Qiyməti 250, 300 və 400 min manat olan işlənmiş avtomobillər. Bu avtomobillər ikinci əl olsa da təzəsindən fərqlənmir. Hazırda paytaxtdakı bir çox avtosalonda qiyməti 200 min manatdan yuxarı olan avtomobillər görmək olur. 2014-cü ilin istehsalı olan bu Bentley Flying Spur avtomobilinin qiyməti nə az, nə çox, düz 300 min manatdır. Avtomobilin mühərrik həcmi 6, at gücü isə 670-ə bərabərdir. Avtomobili bu qədər bahalı edən ən əsas özəlliyi ondan ibarətdir ki, avtomobilin salonu, yəni interyeri tamamilə əl işləmələri ilə hazırlanıb. Satıcılar bildirir ki, indi əsas tələbat görünüşü yaxşı, amma qiyməti aşağı olan avtomobillərədir. Son 2-3 ildə yəni qiyməti yüksək olan avtomobillərə azdır, tələbat azdır. Əvvəl satılırdı, məsələn, ay ərzində 1 dənə, 2 dənə, 3 dənə, indi 3 ay, 4 ay ərzində 1 dənəsi satılır. Mən hal-hazırda 2015-ci ilin istehsalı olan Mercedes S500 avtomobilində oturmuşam. Cəmi 49 min kilometr yol qət edən bu avtomobilin qiyməti 200 min manatdır. Əsil biznes klass olan bu avtomobildə sərnişinin rahatlığı üçün hər bir detal düşünülüb. Avtosalonlardan bildirilir ki, dollar manat qarşısında dəyər qazandıqca bu avtomobillərin qiyməti də yüksəlir. Belə bahalı maşınlar əvvəllər xaricdən tez-tez gətirilirdisə, indi əsasən ölkədəki avtomobillər satılır. 2014-cü ilin istehsalı olan bu Range Rover Long avtomobili isə cəmi 42 min kilometr yol qət edib və avtomobilin qiyməti 250 min manatdır. Mühərrik həcmi 5 min olan bu avtomobil off-roader kimi görsənsə də əsil biznes klassdır. Avtosalonlar son dövrlər belə bahalı maşınlara əsasən xarici ölkələrdən maraq göstərildiyini bildirir. Bunun səbəbi maşınların dollar dəyərinin aşağı olmasıdır. Amma indi hal-hazırda məsələ götürək bu avtomobildən 80 min manata satış qiymətidir. Bizdə buna tələbat az olduğuna görə, indi oradan Almaniyadan bizə zakaz edirlər, çünki bizdə qiymət ucuz olduğuna görə. Orada tələbat olduğuna görə bizdən oradan sifariş gəlir, ora göndəririk. Hazırda paytaxtda hətta yarım milyon manat dəyərində olan avtomobillər satılır ki, belə avtomobillərin sahibləri onların açıq satışından çəkinirlər.